Auzu billahi mineddeccal ve mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Və la havle və la quvvete illa billahil aliyyil. Namaz cemaatına xəbərlərdən risalət namazını qəbul edənlər, imamətin təsdiq etdiyi risaləti qəbul edən namaz cemaatına xəbərlərdən. Axır zamanda, indiki zamanda İmam Əli əleyhissalamdan olan o mənbə səhih mənbədir. Həmin ərəfədə, indiki zamanda, indiki dövrdə namaz cemaatı namazı vaxtın əvvəlində qılsınlar, bacardıqca orta vaxtına və axır vaxtına saxlamasınlar. O da yer üzündə həmin o hadisələrlə əlaqədardır. Qəfil ölümlərin çoxalması ilə əlaqədar İmam Əli əleyhissalam Allahumma salli Seyyidina Muhammed o xəbəri edib yəni. Ondan verilən o xəbər yəni səhih mənbədir. İndiki zamanda namaz cemaatı bacardıqca namazı əvvəl vaxtında qılsınlar, orta və axır vaxtına saxlamasınlar. Yəni həmin ərəfədə ay həm bir günlük görürlər, ikinci günü iki günlük görülməkdən 3 günlük, 5 günlük görürlər. Ona görə də yəni ki, o yəni dəfələrlə müşahidə olunub, birinci günü 1 günlük görülüb, ikinci gün 2 günlük görülməyib. 3 günlük, 4 günlük, 5 günlük görülüb. Yəni ki, o barədə şəbəkədəki təqvim ilə ibadətə icazə verilsə də, yəni ehtiyat mərhələsində olanlara görə. 3-cü Qayyim Mehdinin zuhuru və qiyamı ilə əlaqədar Allah-u Teala ayı qıpqırmızı qızarmış göstərdi ki, 2025-ci ilin sentyabr ayının 6-sından 7-sinə keçən gecədə. Yəni qırmızı rənginə çevirməsi ayın yer üzündəki o azğınlıqlara, zalimlıqlara görə də əsasən də Əhl-i Beyt aşiqlərini, Allah aşiqlərini olan zalimlıqlara görədir ki, Allah-u Teala ayı qıpqırmızı qızarmış formada göstərməsi, onun yəni ki, acığına gələn işlərə yol verilməsinə görədir. Çəkindirir dünya hökumətlərini, dövlətlərini, millətlərini gələnlər ilə, yəni zamanı imamına Allahın salamı olsun, onun bayraqdarları ilə, həmçin ümumiyyətlə 313 nəfər seçilənlər ilə azğınlıqdan, zalimlıqdan, ya onların üzünə başqa, arxası isə başqa olan o münafiqləri də xəbər olunur. Elə etməyin ki, Məkkə Mədinə müşrikləri kimi lənətlənib gedəsiz yer üzündən. Hansılar ki, gəlişimizlə bizi inkar eləyiblər, inətkarlıqla mübarizəyə və döyüşə qalxıblar, istər cəmaatçindən, istər hakimiyyətlərdən, dövlətlərdən sui-istifadə etmələri ilə sifarişli məsələlərə görə neçə nəfər hakimiyyətçindən dünyasını dəyişənlər olub. Dövlətçindən neçə nəfər dünyasını dəyişənlər olub. Nəyə görə 313 nəfər İmam Zaman ağı ilə bir yerdə Cəbrail mələk, Mikail mələk, İsrafil mələk və Əzrail mələk ilə dəstəklənirlər ona görə. Onlar baxmazlar, siz hansı millətdənsiz, hansı dinin, məzhəbin üzvüsünüz və yaxud da ki, özləriniz barəsində nə fikirlərdə siz özlərinizi necə elan eləmişsiniz. Əsasən də İslam cəmaatına xəbər olunur, müsəlmanlar yaşayan ölkələr sizlərin hökumətlərinə görə düşürülüb elə çətinliklərə. Şərböhtan sahiblərimizə görə düşürülüb elə çətinliklərə. Devrin imamını və ya onun bayraqdarları ilə mübarizələrimizə görə düşürülmüşsələr rəzil vəziyyətlərə. Allah-u Teala'dan yeni ayələr gəlib yer kürrəsinə. Zamanı imamının, devrin imamı barəsində, onun Əhl-i Beyti barəsində yeni ayələr gəlib. O azğınlıq eləyənlərə, zalimlik eləyənlərə görə yeni ayələr gəlib yer kürrəsinə. Hələ dünyadayken məsələn o gördüklərimiz heç bir şey olacaq. Bərzəx aləmində ondan da pisdir. Axirət dünyasında da alovlu şallaqlarla şallaqladacaq Allah-u Teala sizi inətkarlıqla inkarsılıq eləmələrimizə görə, mübarizələrimizə görə. Hansı ki o fitnələr atırsa ortalığa, o lənət olunmuş şeytanlardan, o dəccalın heyətinə xəbərdarlıq olunur. Dəlilliklə, siperatçılıqla, vandallıqla, İslam cəmaatının terroristi ilə əlaqələndirmək və yaxud digər fitnələr vasitəsilə əlaqələndirmək, Molla rejimi ilə, Fars rejimi ilə, İran agenturası ilə əlaqələndirmək, o pozğunlara isə zalimlara bəraət vermələrimizə görə Allah ona görə ölkələri zəll eləyir indi. Nəticədə də insanlar düşürülüb çətinliklərə, yanğınlar ilə, su basmaları ilə, dolu yağışları ilə, şimşək zərbələri ilə. Ola bilər o eşşəkdən imansızlar ayılsınlar ki, o hadisələr nəyə görə yollar açılıb? Nəqliyyat qəzaları, maşın qəzaları. Baxdığı halda o körlərə xəbər olunur. İmamətə qarşı mübarizə və döyüşləri tərk eləyin ki, salamat qala biləsizlər ki, dünyada. Allahın salamı olsun böyük gün döndü olanlara və sağ tərəf əhlində olan cəmaata.